Bugün ailem için bol zeytinli etli sarma hazırlayacağım. İlk olarak bir stəkan zeytin yağında soğanlarımızı qovururuq. Bir stəkan yuyub süzdüyümüz yumru düyünü yağ soğanla birlikte qovururuq. Üzerine 2 xörək qaşığı tomat, 1 xörək qaşığı da nar şarabı əlavə edib yenidən qovururuq. En sonda üzerine ədviyyatlardan nane, qara istiyot ve pul biber əlavə edib yarpaqlarımızı bükəcəyik. Təəssüflər olsun ki, mən bankada sırf böyük yarpaq adı ilə almışdım, amma mənə balaca yarpaqlar sırdılar. Ona görə də bükdüyüm yarpaqlar belə çox kiçik oldu. Əslində bunlar uzun olmalıdır, sırf türklərin sarması kimi. Servis etmək üçün az belə düzdüm, amma qazanda yarısı qalıb. İnşallah qaynana və yoldaşım qızımla birlikdə dadına baxacağıq. Sizlər mütləq şəkildə hazırlayın. İnanın çox yüngül və çox ləzzətli bir yeməkdir.